RTV Müsavat.com-a istinadla xəbər verir ki, Ural bölgəsində yaşayan Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlınski azadlığa çıxdıqdan sonra açıqlama verib. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və dövlətə minnətdarlıq edib. Arxamızda güclü dövlətimiz var. Bu gərginlik tezliklə aradan qalxacaq. O bildirib ki, Rusiya və Azərbaycan arasında qardaşlıq münasibətlərinin davam etməsini istəyir. Saxlanılması ilə bağlı deyib. İlkin saxlanılma zamanı kobud rəftar oldu. Amma sonra istintaqda çox mədəni davranıldı. Onun sözlərinə görə Yekaterinburqda baş verən hadisələr diaspor üzvləri və Səfərov qardaşlarının cənazələri ilə bağlı suallar verilib və o hamısına cavab verib. Rusiya-Azərbaycan dostluğu ilə bağlı suala isə belə cavab verib. Bunlar da keçəcək. Rusiyada 2 milyondan çox Azərbaycanlı yaşayır. Hər şey yoluna düşəcək. Şıxlınski iş adamı, hüquqşünas professor İlham Rəhimovun ona çox yardım etdiyini deyib. Əgər İlham müəllim qarışmasaydı, bu iş çox çətin olardı. Məhz onun xahişi ilə azadlığa çıxdım. Xatırladaq ki, professor İlham Rəhimov Rauf Arifoğlu ilə danışarkən Şahin Şıxlınski məsələsindən şəxsən nəzarət etdiyini, bunun üçün Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Basterkinə birbaşa xahiş etdiyini bildirmişdi.